Her vaxtınız xeyir olsun değerli izleyiciler. Azərbaycan saatındayıq və bugün Əfqan bəy muxtarlığıyla danışacağıq. Əfqan bəy, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun Gəlmət bəy. Mən iki gündür, yox 3 gün, 3 gündür canlı yayımlarda olmuram. Üzürlü səbəb, əlbəttə bir Brüssel səfərimiz var değerli izleyiciler. Yəqin o barədə ayrıca danışaram. Hansısa bir yığcam xırda video şəklində ki, niyə mənim Brüsseldə nə işim vardı. Amma ümumən deyə bilərəm ki, Asimkom adından Avropa Parlamenti və Avropa Birliyi ilə bəzi müzakirələri aparmaq üçün getmişdim Brüsselə və bərbaşdan deyə bilərəm yenə ki, xeyli uğurlu nəticələr var hər halda. Xeyirli olsun. Fərqləndiriləcək bəli məsələlər var. O barədə sonra danışaram əlavə. Amma keçək əlbəttə Azərbaycan reallıqlarına. Orada reallıq bir qədər islahdır, yaşdır. Çünki ölkənin mən yaş deyəndə o quru yaş məsələsini nəyə müqayisə edirəm? Quru sərhədlər qapalıdır. O heç yaş sərhədlərdə imin götürür deyəsən. İmin ağalar o. Bəyan edib ki, Xəzər sahili boyu hər yer mənimdir. Hər yeri mən götürəcəm. Yəqin uyğun planınız da var artıq. Bəli, çox bir Rusiya əsilli Almaniyada yaşayan blogerə, həm də startapçıdır, adam özü də iş adamıdır. Çox bir biabırçı bir müsahibə verir. Müsahibədə bildirir ki, biz Dərbəndə qədər, Dağıstan sərhədinə qədər tikə bilərik bu şeyi, istirahət mərkəzini, buna heç bir məhdudiyyət yoxdur. Sibrizi, bəli. Heç bir məhdudiyyət yoxdur. Eyni zamanda deyir ki, biz dənizin içinə doğru da tikə bilərik, içərilərinə girə bilərik. Çünki orada da heç bir məhdudiyyət yoxdur. Orada da sərhəd yoxdur. Sərhəd yoxdur və məhdudiyyət yoxdur heç bir. Və düzdür, doğrudur. Çünki 2 dəfə qanun qəbul olunub, ağalar o qanun. Qanunlardan biri ondan ibarətdir ki, kazinolar ancaq sünni yaradılmış adalarda ola bilər. Niyə təbii adalarda ola bilməz sualı yoxdur? Hazır təbii ada var da. Yoxdur o da. Orada olmaz, yaxud da ki sahildə olmaz, mütləq şeydə olmalıdır. Çünki bu ağalarova icazə verir. İkincisi ki, dənizin içində ada tikməklə bağlı qanun qəbul olunub. Bu da ağalarova. Bu deyir ki, mən ada tikmək, o yarımadaydı məncə. İndi ada tikmək. Yox, ada tikməklə bağlı qanun qəbul olundu. Xəzər dənizində sünni adaların tikilməsi ilə bağlı qanun qəbul olundu. Ağaların birinci tikdiyi ada qanunsuz inşa olunmuşdu. Çünki Azərbaycanda qanuna bəliydi. Tikdilər adanı, sonra bunu qanuna saldılar, qanunlaşdırdılar. İndi də bu adam deyir ki, mən Xəzər dənizinin sahilləri hüdudsuzdur. Mən tikinti işlə hüdudsuz gedə bilər, Dərbəndə kimi gedə bilər və bu adam faktiki olaraq Azərbaycanın ən məşhur, ən tanınmış, ən populyar çimərliklərində və istirahət zonalarında iddialıdır. Bax, orada o sahil boyu Dağıstana qədər bəy, Nabran yerləşir. İstirahət mərkəzi. Azərbaycan ən məşhur dəniz kənarında kurort yeridir. Müxtəlif kəndi yerləşir, çatınca. O da məşhur, o da tanınmış bir istirahət məkanlarından biridir. Corat var, orada nə bilim, Novxanı çimərliyi var. Bax, bunun dediyi yerdə ki, Azərbaycan ən məşhur çimərlikləri, ən insanların çox toplaşdıqları yerlərə bu iddia edir. Deyir ki, buralar mənim olacaq. Və Xəzər dənizi, Xəzərin sahillərini əbədi olaraq bunlar sahib olmalı. İddialarını ortaya qoyurlar. Deyir, mənim 2 övladım var. Yaxın günlərdə mənim övladlarım 18 yaş olacaq və çox ümid edirəm ki, bunların hər ikisi Sibrizinin inşasında, idarəsində iştirak edəcək. Ondan sonra da deyil, onların övladları iştirak edəcək. Və Azərbaycanda bunlar, bunun keçmiş qaynatası, o da bir qəribə bir şeydir. Keçmişdir, indiki qaynatadır, nəsə qaynatadır, belə deyək. Bu ailə əbədi hakimiyyəti ələ keçirdiyi kimi, bu sabiq kürəkən və bu ifadə ancaq Azərbaycana aiddir bəy. Sabiq kürəkən. Doğrudan nə niyət dayım? Keçmiş kürəkən. Keçmiş kürəkən deyil. Bu sabiq kürəkən. Və daimi oradadır. Məsələn, Türkiyədə bir ənənə var da. Nə vaxtsa nazir olan adama daimi olaraq nazir deyil. Sayın Bakan. Fərqi yoxdur.
Bakandır, bakan deyil. Nazirdir, nazir. Bu o həmin pozisiyadadır, həmin postdadır. Sabiqliyindən istifadə edib Azərbaycan dövlətinin ən yaxşı yerlərini zəbt edir. Yaxşı yerlərini zəbt etməklə qalmır. Artıq onun şirkətləri Dağlıq Qarabağda tenderlərdə qalib gəlir. Milyonluq tenderlər, milyonluq dövlət sifarişlərini həyata keçirir. Yəni, siyasi hakimiyyəti ələ alan Əliyev və ailəsi ölkənin bütün iqtisadi sferasını ələ keçirir. Tək başına monopoliya yaradır. Bütün sahələr üzrə. Bütün sahələr üzrə. Burada söhbət kənd təsərrüfatından gedir ki, həm Dağlıq Qarabağda işğaldan azad olunmuş rayonlarda bütün bərəkətli torpaqlar Əliyev və ailəsi tərəfindən işğal olunur. O gün görürəm ki, Kənd Təsərrüfatı Nazirliyi elan yazır ki, Dağlıq Qarabağda 3-cü hərrac keçirilir. Əkinə yaralı torpaq sahələrinin istifadəsinə bağlı ən azı 5 illik müqavilə bağlı. Hərrac harada keçirilir? Müraciət harada olunmalıdır? Yoxdur. Qanunu oxuyuram, açmışam. Daha işğaldan azad olunmuş ərazilərdə torpaqların icarəyə verilməsi haqqında bir qanun qəbul edilir. Bu qanun, konstitusiya, torpaq haqqında Azərbaycan Respublikasının qanununa, bir də islahatlar haqqında Azərbaycan Respublikası qanununa daban-dabanla zidd. Çünki həmin o torpaq sahələri ki, Dağlıq Qarabağda ərazisində yerləşir, o torpaq sahələrinin əhəmiyyətli hissəsi oranın yerli əhalisinə məxsusdur. Azərbaycan Respublikasının konstitusiyasına, torpaq islahatı haqqında qanun vericiliyə və torpaq haqqında qanununa görə, islahat haqqında və torpaq haqqında qanununa görə o torpaqların mülkiyyətçisi oranın yerli əhalisidir. Bəli. Belə bir saxta, belə bir əldə qayırma qanun qəbul ediblər ki, öz şirkətdir. Həmin o saxta qanunda göstərilir ki, Kənd Təsərrüfatı Nazirliyində TSM deyilən elektron müraciət forması olmalıdır. Ora biz rəsmi yazılı şəkildə müraciət edirik. O müraciət formasını hara doldurmaq lazımdır? Saytda yoxdur. Yoxdur. Elanda da ancaq deyir ki, bax, elan Nazirliyin saytında yerləşdirilmir. Özlərinə, saytlarına, elektron poçtlarına məlumat göndəriblər. İkinci, üçüncü dərəcəli saytlara, onların da hökumətin birinci dərəcəli saytlarında o elanlara rast gəlmək mümkün deyil, mən rast gəlmədim. İndi bax, bu kənd təsərrüfatı, bu torpaqlar da Emin Ağaları və digərlərinin əlinin altında bölüşdürülüb, əslində İlham Əliyevə. Bunlar sənaye birləşdirib də əlində və vergidən yayınmaq üçün Dağlıq Qarabağ işğaldan azad olunmuş ərazilərdə açdıqları sənaye və aqroparklardan istifadə edir. Misal üçün, bir ayaqqabı fabrikinin Laçında, aqroparkda filialını yaradırlar. Bir müddət işləyir. Sonra o filialı bağlayırlar. Amma Bakıdakı fabrikin əsas istehsalını, hamısını Laçındakı o filialın üstündə yazır, vergidən yayınırlar. Bu, bütün şirkətlər. Ağır sənaye. Boru qayırmadan tutun, ölkədə çox az ağır sənaye var. Bu, əsasən də boru istehsalı ilə bağlıdır. Əliyevdə də məxsusdur. Azərbaycanda haradaysa ona yaxın şirkətə silah istehsalı üçün lisenziya verildi. Rəsmi heç bir məlumat yoxdur. Hansı şirkətlərdir deyə bunu rəsmiləşdirmir. Biz ancaq bunu haradan bilirik? Azərbaycanda və xaricdə keçirilən silah sərgilərində. Görürük ki, bir şirkət var orada, uzaqda. Azərbaycan sənaye şirkəti kimi gedir, amma dövlət şirkət deyil. Biz orada müəyyənləşdiririk. Azərbaycan vətəndaşı öz ərazisində fəaliyyət göstərən hərbi yönlü şirkətləri tapmaq üçün xarici sərgilərə gedib müraciət etməlidir. Ola iştirakçılar siyasətine girib baxmalıyıq Azərbaycandan hansı şirkətlər. Bu şirkətlər də çox güman ki, İlham Əliyevə aiddir. Bir Bayraktar zad var. Onlar da yəqin ki, şərikdir. İlham Əliyev şəriksiz ölkə. Heç kəsin var. Heç kəsin. Əlbəttə. Ticarət bunların əlindədir gəlməkdə. Tam 100%. Sərhədləri də bağlı saxlayıb, indi belə təqdimat edirlər və hakimiyyətin özü də belə bir propaganda aparır ki, güya bu bilet satmaq üçün, təyyarə biletini satmaq üçün. Bu təyyarə biletini satmaq məsələsi bu əxlaqsız siyasətin ən axırıncı addımıdır. Ən cüzi gəlir gətirən addımıdır. Burada 10 milyonluq bir ölkənin bütün ticarət dövriyyəsindən söhbət. Bura ərzaq, palta, hər şey aiddir. Bu ölkənin ərzaqla, ölkənin ucuz geyimlə, zadla təmin edən
minlərlə, 10 minlərlə kiçik biznes adamı, biz ona alverçi deyirik. Hamısının qarşısı alınır. Heç kəs bir çöp belə gətirə bilmir. Hamı gedib İlham Əliyevlə. İlham Əliyev ölkədə tuman da satır. At paltar var ya ölkədə. Elə o Onu işlər satan düzdür. İlham Əliyev. İlham Əliyev satır. At paltarını İlham Əliyev satır. O lafqalarda duran, o mağazalarda duranların da hamısı İlham Əliyev. O demir, hər şeyi mən bilirəm. Nə vaxt, nəyi necə eləyəcəm. Bax, nə vaxt, nəyi, harada, necə satmağı da İlham Əliyev mühəndisdir. O tuman satan da İlham Əliyev. Onu da, bax, bu Azərbaycan xalqına, iş adamlarına çox görür. Neft, qazla gözləri doymur. İndi də, bəy, Qarabağın torpaqları bunları bəsləməyir. Bütün ölkənin hər yerində torpaqlar zəbtdir. Mən kəndimdə zəbtdir, sənin kəndində zəbtdir, Əlmərdanın da kəndini zəbtdir, hamının kəndlərini zəbtdir, hamının bərəkətli torpaqlarına qonurlar. İşğalçı kimi. Bütün ölkəni zəbt edən işğalçıdır. Konkret olaraq, bax, bu Əliyev işğalı ilə Rusiya işğalını, Dağlıq Qarabağda erməni işğalını heç bir fərqi yox. Hə də nə fərqi var ki? Bəlkə də bax, Rusiya imperiyadır və Rusiya bir çox xalqları indi də əsarət altında saxlayır. Və şübhəsiz ki, orada neftdir, qazdır, bu faydalı qazıntılar Putin və onun əlaltılarına məxsusdur. Amma hətta Rusiyanın özündə belə, Dağıstanda yerli əhaliyə nəsə çatır, Çeçenistanda yerli əhaliyə nəsə çatır. Nə bilim, digər o milli respublikalarda var, qeyri-ruslar yaşayır. Orada bu kənd təsərrüfatı torpaqdır, zatdır. Orada eşələnməyə, əlləşməyə insanlara imkan verirlər. İlham Əliyev, bax, o torpaqda eşələnmək var. Onu da bizə çox görür. Şimdi mən öz fındıq bağımda İlham Əliyevin fəhləsiyəm. Aran rayonlarında insanlar öz torpaq sahələrində İlham Əliyevin pambığını yığıb becərəndirlər. O pambığın dəyərini vermirlər insan. Məcbur edib əkdirirlər. Mərkəzi Aran rayonunda, pambıqçılıq rayonunda. Məcbur edib əkdirirlər. O pambığı hamısını İlham Əliyevin o pambıq qəbulu məntəqələri iplik əyirən şirkətləri alır və İlham Əliyevin o şirkətləri işləsin deyir. Dövlət dotasiyası, dövlətin ayırdığı pulu da şirkət vermir, dövlət verir. Məsələn, hər kilosuna 20 qəpiklə qədərsə əlavə pul verir. İlhamın şirkəti o pambığı öz dəyərini almır. İnsanlar biraz işləsin deyə o pulun da bir hissəsini dövlət büdcəsindən götürülür. Və əslində o dotasiya kəndlərə verilən, dövlət büdcəsinə ayrılan həmin pul kəndlərə verilir. İlham Əliyevin şirkətlərinin daha varlanması üçün istifadə edilir. Bu baramada da belə. Digər sahələrdə də belədir. Çünki istənilən əkin biçinin son mərhələsi sənayedir, sənaye tam bunların əlindədir və biz Azərbaycan xalqının kəndli hissəsi bunların təhkimli kəndlilərinə dönmüş. Sözün aslında kölələrinə dönmüş. Və ölkəni kölələşdirirlər. Sənaye sahəsində də, şəhərlərdə də eyni şey. Bu bir adam gəlib Azərbaycan dilini bilmir, kim olduğu bilinmir. Deyir ki, hüdudsuzdur mənim biznesi. Və Azərbaycan xalqı və buna belə durub baxır. Yəni bu qəzetçi bu ilə bağlı xüsusi bir buraxılış eləmişdi. Və baxıram, bu insanlar belə baxırlar, şey deyirlər, af-uf başını buluyub gedirlər. Bir nəfər çıxıb demir ki, kişi, sən necə Dağıstana kimi gələ bilərsən? Bir müsahibəsi var, yalandan soruşurlar ki, bunda sən o boyda torpaq sahəsi hardan əldə? Deyir, orada heç kəs istifadə eləməyən torpaq sahələri idi. Getdiyi o vaxtı çox ucuz qiymət aldı. Ayalansın, görbəyər olsun. Sən orada cəmaatın torpağını zəbt edibsən deyib, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı var. İnsanlar heç də hamısı Avropa Məhkəməsindən üst tuta bilmir. Çata bilmir bura. Zəbt eləmişsən. İlhama güvənmirsən. Nardananına qan alırsan. Sən onun şirkətinə görə, bax qiyamətdə, o şirkətə görə. Nardananda hələ də şulan bağlı. İnsanlar ora, ancaq orada yaşayan adamlar gelə bilirlər. Nəyə görə elədi bilirsiniz? İnsanlar oradan didərgin salırlar. Qaçırırlar, köçürürlər insanlar. Geçsinlər, bezsin, girib qova bilmirlər, söz-söhbət olacaq deyə. Bax belə, və mən sənə deyim də, bax orada siyasi motivlərlə tutulan bütün insanlar həbsdən çıxandan sonra orada bir polis bölməsi açıblar, adamı apardılar bölməyə, deyirlər ki, get Bakının başqa yerində ev tap, kəndə keçsən gələ bilməzsin.
İncidirlər, xüsusən də gəncləri. Qoymurlar kəndə. Və hamıya deyirlər. Mən 17 saylı cəza çəkmə müəssisəsində cəza çəkmişəm. Və orada kəndim, yəni 1/3-ni, kişilərin 1/3-ni gətirib doldurmuşlar kəndin içinə. Həbsxananın içinə. Və o adam da qayıdıb öz evlərində yaşaya bilmirdi. Böyük əksəriyyətini o bölmə rəisi deyir ki, get başqa yerdə yer tap, ya da ki, səni yenə geri göndərəcək həbsxanaya. Bax, belədir vəziyyət. İndi açığı bu Sibrizlə bağlı bu Emin Ağalarovun açıqlaması bir tərəfdən də baxanda çox cəsarətli açıqlamalıdır. Hələ bir açıqlamadır. Lap belə maddi baxımdan götürsək, sırf iqtisadi mülahizələrlə bunların normalda o boyda pulu olmamalıdır. Demək ki, onlar korrupsiya büdcəsinə yönələn bir proyekt icra edirlər. Bunun etirafıdır. Çünki sən ölkənin bütün şərq sərhədlərini əhatə edəcək nəhəng bir massiv salırsansa, burada indi 100 kilometr Dərbəndə qədərdir. Aşağıda bir o qədər kilometr var da, hər halda bir 200-300 kilometr. İrana kimdə bir 200-300 kilometr. Hə də, ora qədər də bir o qədər var yəni. Söhbət çox nəhəng bir ərazidən gedir və çox böyük 100 milyarddan da artıq dəyəri olan. Onun əslində, onun mexanizmini də açıq orada göstərir. Bu tikindi hardan müayinələşir, onun mexanizmini göstərir. O deyir ki, mən 1 kilometri tikirəm, satıram. Sonra növbəti 1 kilometr. Və o 1 kilometri kimə satır? Bax, deyir orada, deyir ki, bir müsahibəsində deyir ki, çoxlu müsahibələr var, onun da çoxlu. Və onlardan bir veriliş hazırlayacaq, təqdim edəcək insanlar. Deyir ki, mən deyir, kvadratını 2000 manata satıram və o adama təklif edirəm ki, deyir, sonrakində 1700-dən verəcəm. Daha növbətisi 3-cü mənzil alsın, 1500-dən verəcəm. Deyir, bilirsiniz nə baş verir? Elə olur ki, deyir, bir binanı bir adam tam alır. Bu nə demək deyir? Bəli. O bir binanı tam alan adam İlham Əliyev. Büdcədən oğurlanan pullardır. Onlar müxtəlif adamların adından yönləndirilir. Şirkətə bu boyda nomenklatura var. Deyirlər gedin alın da. Məcbur edirlər. O da var. Amma burada əsas məsələ nədir? O binaları tam alınması bu İlham Əliyevin birbaşa özünün dövlət büdcəsindən oğurladığı pulları legallaşdırmaq üçün. Əlbəttə pul yumaqdır. Və o məsəl üçün 2000 manata kvadratını satırsa, onun kvadratı bu Emin Ağalarova 300 manata başlayır. 1700 dollar hər kvadratında bu adam ən azı 1000 dollar pul qazanır. Bu çox böyük pullar. Dövlət büdcəsindən oğurlanmış pulu kiminsə hansısa bir adamın adına yönləndirir. Emin Ağalarovun şirkətinə o pulu nağdlaşdırır. Götürürəm, oğurladığı pul qanun. Emin Ağalarovun adına bu pul gedir, oturub Britaniya. Feyziyev kimidir? Emin Ağalarovun əlindən pulu ala bilmirlər. Çünki Emin Ağalarov bir dənə yalançı sənəd göstərir ki, mən məşhur iş adamım. Mən Sibrizim 1 trilyon pulum var deyə bilər. Emin Ağalarov. Çıxar deyən mən filan qətan pulum var. Sənəd də qoyur. Deyək ki də yerində yoxdur. Çünki var o şeydən. Varlar. Sonra o bina ki var. Bax o mənim adıma alınıb İlham pulunu verir. Mənim vəzifədən çıxardırlar sənin adına qoyur. Nə bilim. Bu baş nazirin ki dedilər belə filan qatarım bunun nə bilim restoranı var filan şey. Bunların heç biri bu adamın deyil. Bunlar hamısı İlham Əliyevindir. İlham Əliyev vəzifədən çıxartdığı, ölən, nə bilim həbsə basdığı adamın adından çıxardır, qoyur o birisinin adına. Bu restoranlar bu keçmiş nazirin olur. Sonra bunu şeylə satıblar güya. Əlrac vasitəsilə satıblar. Bu indiki baş nazirin adına. İndiki baş nazirin də adından sabah çıxardacaqlar, keçirəcəklər başqa. Yox, bu qalmaqal el ondan ötürü ki, onun əlini alıb özlərinə göstərir. Onun əlini alıb, yəni orada nəsə bir şey baş verdi. Mən inanmıram ki, məsəl üçün o stoykanın sahibi, o İlhamın yanındakı belə əyilib durur. O stoykanın sahibi İlham Əliyevə yox deyə bilməz. Nəinki yox deyə, gözünün içinə baxa bilməz. Onun ya əlin ağı yönür. Orada mənə elə gəlir ki, hansısa bir qrup istədi ki, bunun yerində özü getsin dursun orada. Amma mən o vaxtda yazmışdım da demişdim ki, o stoykanın, o duruşun sahibini İlham Əliyev dəyişməz rahatlıqla. Hə də əlbəttə müqavimət göstərənməz ki, yol verir. O diri ölür.
Nəfəs alan ölüdür. Hadi. Bu İlham Əliyevə heç bir nəinki İlham Əliyev. Heç kəsə. Heç o Daxili İşlər Nazirliyində yox deyəsi adam deyil. Niyə dəyişsinlər? Yox, Bir dəyişmək erkək- deyil. İndi mən dəyişmək məsələsi deyil açığı. Mən fikirləşirəm ki, onun nəsə bir intriqası olub hər halda kimlənsə. Kimlərlə? Mənə elə gəlir ki, kimlərləsə intriqası olub. Bəli, Bu adamlar buna bir hayküylə istədilər ki, dalından dəysinlər. Bu alınmadı və ya da dəyişdi. sadəcə o təpəsinə vurub bağlandırmaq məsələsi var. O da ola bilər ki, kimlərsə buna gücünü göstərdi ki, Mənim burada şübhələndiyim bir şey var da. Sirkulyar yazı vermək Azərbaycanda indiki durumda kim eləyir? Əsasən Hikmət Hacıyevgil, onlar məşğuldular. O çevrə, Hikmətdir, Samir Nuriyevdir, filandır bu məsələlər. Hətta mən bir şey deyim, bu Eynullah Fətullayevin saytının alınmasında da Hikmət Hacıyevin adı hallanır. Çünki orada Hikmət Hacıyevlə Əli nədir gedənin adı? Bu partiyaları dəstələyib yığan zad var ya. Ədalət Əliyev. Ədalət və Əliyevlə bu Hikmət Hacıyev qruplaşmasının arasında da bir konflikt var. Eynullah da Hikmət Hacıyevin vuran əvvəllər bir iki dənə yazı plan verib. Belə görünür ki, o konflikt də var. Sonra Əli Nağıyevin olduğu bir qrupla başqa bir qrupun konflikti var. Eynullah yenə də orada o intriqalarda, planlarda olmuş. Eynullah ümumiyyətlə bütün varlığı boyu, o saytı da ona görə. Bütün həyatı boyu o adamın həyatı intriqalarda keçir. Hökumətin yanında olsa da, nə bilim, o və ən maraqlı şey odur ki, o kimin yanında olubsa onu məhv eləyib. Bu ən axırıncı yanında, belə açıq şəkildə yanında olan adam bu Bakı Polad Dəyərtmə Zavodunun müdiri idi. Tutub basdılar içəri, getdi bu 50 ayaqlı. Bu zavod sahibi. İndi burada bir başqa məsələ də var ki, güya deyilənə görə həmin o haqqınazı veriblər Alyona Əliyevaya. Mən inanıram, belə bir şey ola bilər. Mənə də elə bir xəbər gəldi, çatdı. Mən də o barədə yazdım ki, belə bir versiya var. Bu inandırıcıdır. Çünki bu qadının üzərində, ətrafında Azərbaycan hakimiyyəti çox ciddi şəkildə bunun imicini formalaşdırmaq, bunun Azərbaycan xalqına müsbət tərəfdən təqdim etməyə çalışırlar. O gün də bir Emin Hüseynov növbəti bir video paylaşdı. Emin mi, Mehman mı? Yox, Mehman Hüseyn. Mehman Hüseynov və onun üzərində image makerlərin necə işləməsini orada göstərir. Çox detallıq və ən xırda detallarına qədər. Mən inanıram ki, bu medialardan birini ona versinlər. Çünki həm Leyla Əliyeva, həm Arzu Əliyeva məxsus media qurumları, jurnallar falan var. Düzdür, bu siyasi deyil. Amma belə görünür ki, bu Alyona Əliyeva yalnız bu, nə bilim, yaradıcı işlərlə məşğul olmayacaq. Bu həm də deyəsən siyasi proseslərdə də görünmək istəyir. Çünki bundan Bala Mehriban düzəldirlər. Onun duplikatını düzəldirlər. Yalnız bu xarici görünüşünə görə o. Həm də deyəsən fəaliyyətinə görə də bunu belə təqdim eləmək istəyirlər. Kiyev Universitetinin tələbələrlə görüşür, məktəblərə gedir, ora gedir. Bu, nə bilim, Bakı Dövlət Universitetinə Azərbaycan dilini qoruyaq, nə bilim, bir layihə veriblər, bu Azərbaycan dilini bilməyə. Və belə görünür ki, bu adamı doğrudan da bunlar Bala Heydərliyevə qoşub Azərbaycanın siyasi həyatına soxmaq istəyirlər belə. Gəlmək istəyirlər deyə bilmərik, iştirakını arzulayırlar deyə bilmərik. Çünki bunların bütün bu hərəkətləri soxmağa bənzəyir. Çünki siyasi həyata gəlmək, Azərbaycanın ictimai siyasi, ümumiyyətlə istənilən dövlətin ictimai siyasi həyatına iştirak etmək təbii bir proseslə baş verməlidir. Bu insan özü gəlib çatmalıdır. Yaxud hansısa bir partiya bunu təqdim etməlidir. Bir ailə təqdim edirsə, hakim ailə, ölkədə bütün iqtisadi və siyasi rikadların hamısını əlində cəmləşdirən bir ailə tərəfindən kimsə siyasi səhnəyə gəlirsə, bu gəlin oldu, olmadı, dəxli yoxdur, bu soxuşdurulmaqdır. İndi Əliyevanı, bu Alyona Əliyevanı soxuşdurmaqla məşğuldurlar Azərbaycan xalqına. Hələ ki, Azərbaycan xalqı da bu qadının
keçmişini müzakirə edib susmaqdan ibarətdir. Başqa heç bir işlə məşğul deyil. Yəni etiraz bu ölkədə baş verən bu əslində çox ciddi bir ictimai hadisədir, prosesdir. Azərbaycan xalqı buna biganə yanaşmamalıdır. Mən belə düşünürəm. İndi bunlar müxtəlif eksperimentlər aparırlar da, o cümlədən bu qadının da üzərində müxtəlif eksperimentlər aparırlar. Hakimiyyət bütövlükdə eksperimental layihələrlə davam edir. Bilmirəm, daxilin bunun hara çıxardacaqlar. Məsələn, günümüzdə çox maraqlı bir eksperiment təzədən həyata keçirilir. Baku Bulsu nədir? Bunu təzədən şirkət idi də bunlar ayrılıqda. Bunlar təzədən birləşdiriblər metroya. Mən fikirləşirəm ki, məsələn, 1-2 ildən sonra təzədən ayıracaqlar. Ayranda sadəcə hərəsinin gözündə fərqli şeylər saxlayacaqlar və yaxud hansısa başqa... Bunlar Bakı taksini də birləşdirdilər. Bakı taksi ilə Bakı Bulsu da metronun da hamısını birləşdirib ictimai nəqliyyatı bir əldən idarə olunmasını həyata keçirirlər. Belə görünür ki, hər şirkət üçün ayrıca buxalter qoymaq, hər şirkət üçün ayrıca hesablama aparmaq həm də əlavə pul itkisidir, həm vaxt itkisidir, həm əlavə pul itkisidir. Ona görə bunlar bir pəncərə sistemindən bu Bakının ictimai nəqliyyatı, ümumiyyətlə Azərbaycanda ictimai nəqliyyatı ələ keçəcək. Bu ən pis tərəfi ondan ibarətdir ki, burada Azərbaycan hakimiyyəti ictimai nəqliyyat sahəsində monopoliya yaratır. Birincisi, bütün böyük şəhərlərdə, dünyanın mütləq əksəriyyət şəhərlərində metro daxil olmaqla ictimai nəqliyyat bələdiyyələrə məxsusdur. Əsasən də böyük şəhər bələdiyyələri. Biz bunu İstanbul Bələdiyyəsinin timsalında daha yaxşı görürük. Çünki orada metro tikintisi, tramvay tikintisi, yeni avtobus... Orada bələdiyyələrin işi sayılır, mi? Amma eyni zamanda da, paralel olaraq da, bunun özəl şirkətləri də var. Müxtəlif özəl şirkətlər. Ən azı taksidə var da özəl şirkət. Taksidə var. Məsələn, taksiyə heç kəs qarışmır. Taksiyə, məsələn, İstanbul Bələdiyyəsi hətta özü xəttə taksilər buraxa bilmədi. Çünki qanunvericiliklə o taksi nömrələri var ki, onu almalısan. İstanbul Bələdiyyəsinə satmadı. O qanun da dəyişmir. Düzdür, orada da dəhşətli dərəcədə monopoliya var, dəhşətli dərəcədə rüşvət var, dəhşətli dərəcədə hakimiyyətin əlində cəmləşdirmək var. Və Türkiyədə, İstanbulda xüsusən də son illərdə satılan bu taksi nömrələri, taksi lisenziyaları birmənalı olaraq Erdoğan hakimiyyətinə yaxın şirkətlər tərəfindən alınır. Bu nə idi? Bunların bir multfilmə oxşayan baş nazirləri vardı bir ara. Türkiyədə mi? Türkiyədə Erdoğandan sonra gələn bir anekdot kişi idi. Onun adı yadımdan çıxdı indi. Onun övladlarına məxsusdur. Bu İstanbuldakı taksilərin çoxu. Ya da düşər deyərik. Ya da düşər deyərik. Nə bilim. İldırım bilmirəm də bəy yadımdan çıxdı. Mən də yadımdan çıxdı, yoxsa deyərdim. Bu uşaqların adını deməyib səni incitmirəm, əmin ol. Uşaqların Kolumbiyada söhbətin Bəli, həmin qardaşdır. Mən də elə ağlıma gəldi ki, onu deyirsiniz. O ilə bağlı çox ciddi qalmaqa olmuşdu həmin o taksi şeyləri. İndi İlham Əliyev də onsuz da Bakıda ictimai nəqliyyat məsələsi problemdir. Həm xidmət sahəsindən problemlidir, həm sahibkarlıq baxımından problemlidir. Orada mövcud olan avtobus xətlərindəki deyirlər ki, özəl şirkətlərində, əslində özəl şirkətlər falan da bunlara məxsus. Başqa adam yoxdur ortalıqda, ancaq bunlar. İndi ümumiyyətlə bunlar hamısını birləşdirirlər və uzun müddətdir ki, bunlar gözünü tikiblər taksi xidmətini. 1000 oyundan çıxda bu taksi xidmətini təşkil edə bilmədilər. Bu Badimcan taksilər gətirdilər, nə oyunlardan çıxdı. Onu götürdülər, xiyar taksi gətirdilər. Xeyri olmaz. Pomidor taksilər oldu. Bakıda aparıb töküblər bir zibilxanaya, orada yüzlərlə, minlərlə o Badimcan taksisi var. Çünki bu alınanda da o vaxt mütəxəssislər demişdilər ki, bu taksilərin xidmət xərcləri həddindən artıq yuxarıdır və özünü doğrultmayacaq Bakıda. Alıb gətirməyin bunlar, tökməyin. Bura Londonda, bura Bakıda. Balacadır və pul yoxdur bizdə o qədər insanlarda. Eləmədilər onu. İndi əslində İlham Əliyev heç nə uduzmur. Çünki Azərbaycan xalqının pullarıdır. Yəqin ki, o hər maşının üstündə ən azı bir 5-10 min avroda bu özü qazanır. Şapka götürür.
qiymətini artıq yazıb bölüblər. Çünki bütün dünyada bütün böyük şirkətlər bu əməliyyatlardan imkan düşəndə istifadə edirlər. Öz mallarını, öz məhsullarını satmaq üçün. Söhbət burada təkcə çox pul qazanmaq məsələsi deyil, zavoddan işləmə məsələsi ortalıqda. Nə bilim, görək, Allah axırın xeyirli eləsin. Heç bir xidmət yoxdur, günü-gündən qiymətlər də qalxır Azərbaycanda ictimai nəqliyyatda. Yəqin ki, bu qalxma davam edəcəkdir. Hələ bir təzə pəslaha da var bəy. İlham Əliyev gedib Özbəkistanda zad alıb bank. Davr Bank deyilən bir bank var. Onun səhmlərinin 45 mi yoxsa 46 mı faizini beynəlxalq bankın vasitəsilə götürüb. O 100 milyon dollar 100 milyon dollar veriblər hələ ki. O bankla bağlı mən bəzi məlumatlara baxdım. O da güya özəl bankdır. Səhmdarları, planları var. Amma Özbəkistanda qeyri-rəsmi qaydada yayılan xəbərlərdə iddia olunur ki, bu Şəfqat Mirzəyevə dəxil olan bir müəssisədir. Elə olması təəccüb olardı. Son 3 ildə İlham Əliyevin Orta Asiya Respublikalarında, xüsusən Özbəkistanla münasibətləri çox belə istiləşib, yaxşılaşıb. Və bunlar qarşılıqlı şəkildə bu biznes əlaqələri bulunmaya başlayıb. Özbəkistan böyük ölkədir, varlı ölkədir. Özbəkistan iqtisadi baxımdan perspektivi olan ölkədir. Tümboyda İlham Əliyev kimi adamlara sərf edir, çünki orada da bir diktator var. Və bunlar bir-birinin dil tapıb, böyük ölkədə həddindən artıq, Azərbaycanla müqayisədə çox böyük ölkədir və ora Azərbaycandan oğlanan pulları ora aparıb, qaçırıb, orada nəsə eləmək mümkündür. Və fikir verirsiniz bəy, İlham Əliyev təkcə ölkənin sərvətini talamaqla durmur. Sən ölkənin sərvətini talayırsan, buna bir zavod tikmək lazımdırsa, o zavodu Azərbaycanda tikmir. Aparır, Türkiyədə tikir, nə bilim, pulu Londona yatırır, Moskvaya yatırır, Avropanın başqa ölkələrinə yatırır. Azərbaycanda bax, əslində bu qədər pulla oğurlayıbsansa, sən burada zavod aça bilərdin, fabrika aça bilərdin, insanları işlə təmin edə bilərdin. Bizim insanlar bacarıqlıdır, oxuyandır, öyrənəndir, gəlirlər, məsələn, oradan Almaniyaya gəlirlər, dil öyrənirlər, Ausbildung edirlər, peşə məktəbi oxuyurlar, müxtəlif sahələrdə işləyirlər. Onları biz, bu sistemi Azərbaycanda da İlham Əliyev qura bilərdi və bu insanlardan öz zavodlarını işlədə bilərdi. Maralda niyə tikmirlər də oradan da? Bu cəmaət bizə bu adamlar bizim xalqa nifrət və özlərini burada yadilli kimi hiss edir. Sən işğalçıdır və heç bir işğalçı işğal etdiyi ölkədə fundamental nəsə inşa eləmir, nəsə saxlamır. Dünya tarixində belə bir şey olur. Biz Rusiyanın işğalı altında olan bir ölkə olmuş. Xüsusən də bu sənaye inqilabından sonraki dövrdə. 1812-ci ildə və sənaye inqilabı da 1900-cü ildə daxili yanma mühərrikindən sonradır. Azərbaycan və digər işğal altında olan ölkələrdə ciddi sənaye yaratmırlar. Məcburi sənaye yaratmır. Məsələn, neft Azərbaycanda çıxır. Neft sənaye yaratma məcburdur. Növtü də gedib İsraildə çıxardası deyirsən ki, doğru deyil. Onu məcburdular burada eləməyə. Siz təsəvvür eləyin ki, bəy, pambıq əkilib Azərbaycanda, neft olur. Tağıyev öz puluna toxuculuq fabrikası açır. Ruslar ona şəkilli, rəngli parça buraxmağa lisenziya vermir, icazə vermir. Hələ bu adam güya Çarın olur, Sovetnik olur, məsləhətçi, müşavir olur, rəsmən. Rəsmən güya Çarın müşaviri olur. Tağıyevin həyat yoldaşlarından biri Çarın şəxsi mühafizə dəstəsinin rəisinin qızıdır, Ərəbninsinin qızı olur. Bu qədər Çar ailəsi tanıyan adama o lisenziya verilmir. Eləcə də Sovet hökumət dövründə. Baxsaq Azərbaycan keçmiş SSR ərazisində sənaye, böyük sənaye, maşın qayırma, pul gətirən bütün sənaye əsasən Rusiyada, sonra Ukraynada, Belarusda, qismən də Pribaltikaya da ola çox öyrən münasibət bəsləyib. Orada da böyük zavodlar var. Amma bizə gətirib bir zavodda 17-18 bir balaca şəhərdə kimya zavodunu soxublar.
ki, insanlar burada zəhərlənmir. İlham Əliyev də və həmin Rusiya işğalçı elitasının nümayəndələrindən biridir. Onlar işğalçıdır. Mən Əliyev ailəsinə, Əliyev hakimiyyətinə bir işğalçı kimi baxıram. Və onlar işğalçı nə edir? İşğalçı əlinə keçən sərvəti yığıb aparır, çıxıb gedir. Bura müvəqqətidir. Bütün dünyanın işğal olmuş ölkələrində belə olur. Bunu İngiltərə, Hindistanda eləyib, Fransa, nə bilim, Afrika ölkələrində eləyib. Bütün işğal. Biz elə bir işğalçı tapa bilmərik ki, işğal etdiyi ölkədə nəsə müsbət işlər görür. Nəsə belə. Nisbətən eləyə bilər. Məsəl üçün, İngiltərə işğalı ilə Rusiya işğalı arasında çox ciddi fərq var. İngiltərə daha yaxşı münasibət göstərir. İnsanlar oxuyur, təhsil verir və s. Ruslar isə tam əksinə. Özlərinə lazım olan qədər təhsil verir. Bu Sovet hökumətinə də aiddir, Çar Rusiyasına da aiddir. Və fikir verirsək, keçmiş SSR-də təhsil sahəsində rüşvət Rusiyada, Pribaltika Respublikalarında, Belarus və Ukraynada olmayıb və olsa çox cüzi miqdarda olur. Amma Qafqaz Respublikaları, Orta Asiya Respublikalarında ali təhsil məsələlərində rüşvət boğaza çıxır. Qəsdən bir şərait yaradırdılar da. Universitetlərə qəbul olmaq pulla idi. O məşhur video, bir-iki gün əvvəlki verilişlərimizdə də demişdim. O Bərdədə pambuqçularla görüşəndə arvad İlham Əliyev, Əliyev soruşur nə qədər pul qazanır. Sovet dövründə. Deyir, filan yatan pul düzəltdi, üstünü də düzəltib qızı qoyduq universitetdə, institutda oxumaq. Ay, sağ ol, hə. Bax bu sistem Heydər sistemi deyil əslində. Bu Rusiyanın işğal sistemi. Bu səhiyyədə də belə olur. Bütün sahələrdə və yerli bazlıq, rüşvət, hər şey Sovet imperiya idi, sosialist ölkəsi olmamalıydı bu negativ halda. Amma var idi. Çünki ölkə işğal altında. İndi də işğal altında. Eyni problemlərdir. İşğal dövrünün problemlərini, indiki problemlər bizi %100 eynidir. Eyni problemlərimiz var bizim. Təhsildə, səhiyyədə, sənayenin qurulmasında, işlə bağlı məsələlərdə. Bakıdakı müəllim, Aşağı Taladakı müəllim, Rusiyadakı müəllimlərdən heç olmasa 40% az maaş. Maaşlarda fərq olub. İndi də elə. İndi də elə. Heç nə dəyişilmir. Çünki biz xalq olaraq müstəqillikdən bəhrələnə bilmədik. Əksinə, böyük məşəqqətlərə, böyük itkilərə üzləşdik. Əliyevlərə görə, bir ailəyə görə üzləşdik. Bu ailənin hakimiyyətinə görə üzləşdik. 30 ildən yuxarı Qarabağ problemimiz var, qaçqın problemimiz var, ay nə bilim, 1 milyon qaçqınımız var, 20% torpağımız zəbt olunur. Hanı? Alınıb da, nə qaçqından qutarıq, nə torpaq işğaldan qutarıq, nə insanların üzü gülür, nə bizim maddi rifah halımız yaxşılaşır. Heç nə. Bunlar varlanırlar. Əksinə pisləşir də. Əksinə hər il əvvəlki ildən daha pis olur. Çünki bu sistem belə istəyir. Pul da var, sərvət də var. Bax, dövlətin ən böyük sərvəti işgüzar insandır. İşgüzar insan istənilən dövlətin ən böyük sərvəti. Və Azərbaycan xalqı işgüzardır. Əlbəttə. Azərbaycan xalqı çox işgüzardır, həddindən artıq. İmkanı olsa 3 iş yerində işləyir. Birindən çıxıb ofisinə gedir, evinə getmez, işdə işləyir, orada yatır. Çünki işləyəni. Mən bunu Gürcüstanda daha qabarıq görünür. Çünki çox işləyən bir Azərbaycanlı var və işləməyən digər xalqlar. Bir parça torpağını il uzunu becərir Azərbaycan. Səhər saat 6-da yatan kəndli Azərbaycanlıya rast gələ bilməzsən. Azərbaycanda da elə. Bunlar ildə 4 dəfə biçirlər. Qafqaz kimi bir yerdə bir balaca torpaq sahəsində 4 dəfə məhsul olur. Amma bu zəhmətkeş xalq nəyə məcbur olur indi? Torpaqlar əlinə alınıb, bizneslə məşğul olmağa icazə verilmir, sərhədlər bağlı. Bu bacarıqlı xalq Rus ordusunda ölməyə gedir, ailəsini dolandırmaq. O dəhşətli bir şeydir vallahi. Hər gün ölü adam gəlir. Hər gün. İlham Əliyev. Bunun siyasətini. Və Ukrayna ordusu olur. Niyə Azərbaycan vətəndaşı ailəsini dolandırmaqdan muzlu olaraq hansısa bir ölkənin
dost ölkə olsun, qardaş, lap Türkiyə ordusu olsun. Niyə mənim vətəndaşım Azərbaycanlı bu boyda zəngin ölkədə durub çıxıb gedib hansısa bir müharibədə muzlu kimi iştirak edir? Niyə? Niyə? Biz Afrikalıyıq, biz Əfqanıyıq. Kimik biz? Hər qaz var, neft var, bərəkətli torpaq var, işgüzar insan var. Kifayət qədər strateji nöqtədə yerləşirik. Ətrafımızda Rusiya boyda yekə bazar var ki, biz nə istehsallarsa apar burada, zibillə istehsallarsa apar burada sata bilər. Amma icazə vermir, amma imkan vermir. Hər şey alıb monopoli. Bu il neftdən sonra ən çox gəlir gətirən sahə fındıqçılıqdır. Ölkə dolları. Mən Azərbaycanda ən böyük fındıqçılıq regionunun sahibi kimi, sakini kimi ondan heç bir bəhrələnmir. Niyə? Çünki mən fındığım yığmaq İlham Əliyev verir. İlham Əliyev də mənə fındığın pulunu vermir. Mənə hamballığın pulunu verir. Hamballığın pulunu verir. Çünki bunu zavod deyib bizə təqdim edib, gözünə soxduğu şey, biz həmişə olub zavodda. O fındığı qırıb, qabığından çıxartmaqdan ibarətdir. Bir də kalibrlərə bölməkdən ibarətdir. Kalibrovka deyirlər. Belə deşikdən açılan bir yumru, belə silindirlərdir. Fındığı buraxırlar, hərə öz razmerinə uyğun yerdə düşüb gedir. Başa belə bir, bu şeyi də bizə, ən primitiv bir şeydir, bizə çox görür. Biz öz fındığımızı aparıb istədiyimiz yerdə sata bilmirik. Mənim fındıq bağımdır, mənim ailəmin fındıq bağımdır. Yəni, biraz fındığımız oldu. Məsələn, 200 kilo ləpə düzəldib, onu mən çamadanlara yığıb, aparıb sata bilmərəm. Bilmərəm onu sata. Sovet dövründə də dedik. Sovet dövründə bütün rayonun ətrafında polis postları var. Kimin maşınından 10 kilodan artıq fındıq tutulurdu, aparıb basırdılar. Mənim qonşum vardı, Alagöz Ramazan. Allah rəhmət eləsin, yaxşı kişi. O, Bakıya oğlu fındıq gətirəndə tutuldu, kişidir ki, fındıq mənim uşağın xəbəri yoxdur. Getdi, 7 il qocalan vaxtı Arenburqda türmə yatdı. Arenburqda. Arenburqda Sovet dövrü idi. Birinci Ağdamda oldu, Ağdamdan göndərdi Arenburqa. Alagöz Ramazan. İndi də eyni şeydir. Mən 10 kilo fındığı Balakandan, Kömrük keçid məntəqəsindən Gürcüstana keçirəm. Mən oraya bir 20 kilo şabalat götürüb ki, aparıb Gürcüstanda şabalat yaxşı. 20 kilo şabalatı götürüb keçirim sərhəddən o bir tərəfə. Aparım satım oradan, ona mənə icazə verməzlər. Buraxmazlar mən, tutarlar, şəhərdəyərlər adam. Arenburqa göndərə bilməsələr də 16-ya göndərəcəklər 100%. 16 əllərindədir. 16 əllərindədir və Arenburqda daha pisdir. Və eyni, heç nə dəyişilmir. Çünki işğalçı həmən işğalçı. Həmən Heydərdir, Əliyevlərdir. Bax, o 30-cu illərdən konstitusiyadan danos yazan Əliyevlərdir. Bu gün də hakimiyyətdir. Rusiya ilə qarşı durmazlar, hamısı yalandır. Bax, bu gün 9 maydır, qələbə günüdür, faşizm üzərində. Doğrudan əlamətlər gündür, çox böyük gündür və bu müharibə, 2-ci Dünya müharibəsi hər bir Azərbaycanlı ailəsinin içindən keçir. Hər bir Azərbaycanlı ailəsinin həyatında çox mənfi izlər bırakır. Bizim hər birimizin babaları müharibədə iştirak edib. Həlak olub bir çoxlarımızın babaları. Hadi 100 minlərlə insan. 100 minlər, 400 min insan ölüb ümumiyyətlə. Bu hələ əsir düşüb sonra geri qayıtanda Sovet düşərgələrində ölən adamları demirəm. Arxa cəbhədə aclıqdan, səfalətdən ölənlər var. Yaralanıb gəlib ölənlərin buna aidiyyatı yox. Biz Azərbaycan kişi əhalisinin 1/3-ni itirmişik müharibədə. Hər şey darmadağın dağılıb. Bu heç o müharibədə də iştirak edir. Və insanlar həyatını belə aparıb o şeyə qoyanda bu danos yazmaqla. Büyüm. 2 hadisə olur. Sevil Əliyeva 9 mayla bağlı bir təbrik fotosu paylaşır. Heydərin şəkli ilə müharibədə iştirak edir. Sevil Əliyevanın Sevil Əliyeva paylaşır belə. Təbrik edir. Heydərin də şəklini qoyuşu bu həmin müharibənin veteranıdır. Ay sağ ol. Nə dəxli ki bu? Sonra Mehriban Əliyevanın bir fan klubu var. Bu ailədən xəbərsiz heç kəs bu səhifəni işlədə bilməz, tifaqını dağılır. Əlbəttə. Bütün paylaşımlar rus dilindədir.
Mən baxdım, dedim bəlkə 9 maydır da. Ruslara xoş görünmək üçün 9 may. Çünki Rusiya faşizm üzərində qələbəni insara aldı, milliləşdirir. Özünkü hesab deyil. Halbuki bütün dünya faşizmə qarşıdır. O cümlədən biz. Yox, sonra baxıram ki, bu səhifənin bütün paylaşımları Mehriban Əliyev, bütün paylaşımlar Rusiyadır. Rus dilindədir. Bu ailənin bütün üzvlərinin yaxasına Putin medal taxır. Amma Rusiyaya agentlikdə suçlanıb tutulan kimdir? Rusiyaya qarşı vuruşan, Rusiyaya qarşı müqaviməti təşkil edən, müstəqilliyi qazanan bir partiyanın sədri Əli Kərim. Belə həyasızdır. Qısa deyim, net. Həyasızdır. Çox Əlbəttə hayasızlıqdır. Hayasızlıqdan başqa nə var ki, yer gəlmişəm bu parad məsələsində Putini Zelenski yaman sındırdı. Gün oldu, baş tutdu parad. Düzdür, 45 dəqiqə keçdi. Zelenski icazə verdi və bunlar paradını keçirdi. Və bundan 4 il əvvəl Kiyevi 3 günə tutacağım deyən adam bir həftə ciddi yalvarışlardan sonra, Trump'a xahişindən sonra Kiyevdən parad keçirməyə icazə istədi. Moskvada. Bəli, Moskvada parad keçirməkdən Putin Kiyevdən icazə aldı. Bəli. İndi mən fikirləşirəm ki, Rusiya müxalifəti Zelenskiyə müraciət etməlidir. Moskvada mitinqlərin keçirilməsi ilə. Ərizə yazmalıdırlar ki, cənab prezident icazə verin Lübyanskidə, oradakı meydanda, nə bilim, iyulun 1-i saat 15:00-dan 19:00-a qədər bizə aksiya keçirməyə icazə veririz. Yeri var yəni. Və Zelenskidə ayda bir dəfə belə bir sərəncam imzalar. Mən icazə verim. Yeri var əlbəttə, müraciət edəsələr yeri var. Məncə də. Ki elə də yəni keçirilir. Paradı o prezidentin özü əgər Zelenskinin icazəsi ilə keçirdirsə, müxalifətin də hansı aksiyalar keçirmək üçün Zelenskiyə Rusiya müxalifətinin də haqqı var əlbəttə. Amma Bizimkilər də yaza bilər orada yaşayın. Ki Ukraynada keçirmək üçünmü, yoxsa Bakıda keçirmək üçün? Yox, bizim Rusiyada yaşayan müxaliflər Zelenskiyə müraciət edə bilərlər ki, bizə yer verin. Putin verəndir bizimkilərə, İlhama görə. Onda yazıqları kütləvi şəkildə tutub basarlar içəri. Rusiyada elə bir Rusiyanın strukturlaşmış müxalifəti qalmayıb bəncə indi. Rusiyanın içində yox, Rusiyanın içində elə. Amma Rusiyanın içində ayrı-ayrı çox ciddi adamlar var. Hə, şəxsiyyətlər var. Çox ciddi. Məsəl üçün o gün oxuyuram ki, bir həkim anarxist. Məsəl üçün bütün penitensiar xidmət, həbsxana onu sındırmaq, onu belə bu özlərinin anlamında desək, sındırmaqdan ötürü adama dəhşətli dərəcədə işgəncələr veriblər və istədiklərinə nail olmur. Belə ayrı-ayrı çox möhtəşəm nümunələr var Rusiyada. Rusiya böyük ölkədir və bir neçə dəfə inqilab edən ölkədir. Mənə elə gəlir ki, gec-tez Rusiya xalqı bu bəladan qurtaracaq. Biz əsas özümüzə fikir verməliyik ki, bu Əliyevdən qurtarmalı. Necə biz həyata keçirik. Yoxsa məhv olub gedirik, xalq olaraq məhv olub. Orada burada qırılır. Bundan bir ay keçməyib. Bir ay əvvəl bizim Amonçu dostumuz Berlində rəhmətə getdi və dəfn elədik onu. Çox mənə həddindən artıq mənfi təsirlədi. Təsəvvür edin ki, Şamaxıdan torpaq gətirdi. Bu ürək xəstəsi idi, uzun müddət müalicə olunurdu və sağolmayacağını bilirdilər. Ona görə Şamaxıdan torpaq gətirmişdi. Bir olur. Və vətən yolunda torpaq uğrunda vuruşan Amonçumuz onun qəbrinə tökmək bir ovuzdan artıq Azərbaycan torpağı tapılır. Canını verir vətən üçün, gəncliyini verir, sağlamlığını verir vətən üçün. Nə İlham Əliyev hakimiyyətdə, bax, belə də davam edəcək. Və heç kəs də fikirləşməsin, belə bir şey vardı ki, İlham Əliyev belə bir düşüncə, belə bir şey yaymışdı insanların arasındakı. İlham Əliyev öz veteranlarına yaxşılıq. Nə şey zad yoxdur, bu öz veteranı 2 il yarım iş verdi. Adamı şəhərlədilər, bastı söylədilər. 100-dən yuxarı İlham Əliyevin veteranı intihar edildi.
Qazisi intihar edir. Ya Bizdə ümumiyyətlə veteranlara, qazilərə, müharibə əlillərinə ən pis münasibəti ilə fərqlənə biləcək ölkələrin siyasətinin başında Azərbaycan gəlir. birinci yerdəyik. Bəli. Heç yerdə belə Bak, uğraşmalı çoxlu olmaz. dünyanın çoxlu diktatorları var. Çoxlu diktator. Amma ölkəni pis saxlayırlar, nə bilim insanlara zülm verirlər, monopoliya var bizdəki hər şey var. Amma ordu, veteran, nə bilim silahlı qüvvələr pis yaxşı baxır. İlham Əliyev onu deyil. Orada yiyinti yeri kimi bax. Orada pul kimi. Yalnız və yalnız yeyinti yeri kimi var. Yalnız. Mənə qəribə gəlir, baxın bəy, biz indi müharibədə Ermənistana qalib gələn ölkədir də Azərbaycan. Biz də götürürük ayrı məsələn iqtisadi göstəricilər üzrə müqayisə eləyirik. Mənə qəribə gələn odur ki, bu hökumətdə olanlar əcəba görəsən bu müqayisəni aparırlarmı? Əgər bu müqayisəni aparırlarsa, azacıq olsa utanıb xəcalət çəkirlərmi ki, yəni məğlub etdiyimiz ölkə və bu da biz. Yox. Çünki reallığı olar daha yaxşı. Statistika Komitəsinin bütün bu açıqlamaları bunlar vergidən yayılmış açıqlamalardır. İstehsaldan gizlədirlər, hər şeyi gizlədirlər. Vergi verməməkdən ötürü bunlar qeydiyyata alınır. Ölkədən ixrac olunan qeyri-neft məhsullarının da həcmi gizlədilir, daxil olunanların da həcmi gizlədilir, qiymətləri aşağı salınır və s. Real mənzərəni bilirlər ki, real mənzərə ondan ibarətdir ki, bizdə neft və qeyri-neft sahəsində gəlirlər Ermənistandan, Gürcüstandan da yüksək. Sadəcə olaraq özləri mənimsəyir. Və bu vergidən yayınır, gömrük rüsumlarından yayınır və s. və ilan. Şəxsi ciblərə gedir. İkincisi də ki, bunların utanma, vicdan hisslərini abort eləyiblər. Axtalayıblar, abort eləyiblər. Yoxdur bu hisslər bunlar. Bunlar da yoxdur. Və 2 nəsildən sonra bunların övladlarında nəsə vicdanı kəsmək, nəsə nə bilim digər şeyləri axtalamaya ehtiyac qalmayacaq. Bunlar elə doğulacaqdır. Bax, bu İlham Əliyev elə doğulur. Vicdansız və əxlaqsız. Çünki bunun atasının da atası bu hisslərdən məhrum adamdır. Və indi bizdə yüksək vəzifə tutanların da gələcək nəsilləri belə balaca ilhamlar olacaq. Hamısı bilmən olur. Yoxdur bunlarda elə hissat. Bunlar deyirəm də işğalçıdırlar. Bu deyir ki, mən bunu yığım Londona. Moskvaya biraz qoyum orada. Lap girov qalsın orada. Ən pis ayağı Putin onun əlimdən alacaq, amma mən burada hakimiyyətdə saxlayacağım. Bütün dünya hər yerində müəssisə alırlar, fabrika alırlar, ev alırlar, nə bilim. Bir Londonda o qədər villa alır. Bu insan, bax, bir adam nə qədər daşınmaz əmlaka sahib ola bilər. Hər şəhərdə bir dənəsinə də razıyam. Londonda bir aldı, Parisdə birini aldı, Berlində gəldi aldı, Münhendə, filan yerdə filan. Əksi bir şəhərdə 15 dənə mənzil nəyə lazımdır ki? Bir küçədə. Londonda bir küçədə 5-6 mənzil alan insan nəyinə lazımdır ki? Nə qarsan ki sən onu? Heyrətamiz bir şeydir. Çox heyrətamiz bir şeydir. Görməmişlikdir. Görməmişlikdir, sadəcə olur. Bir şəhərdə 22 ev bir adamın nəyinə lazım ola bilər? Tamam da 2-3 dənə. Baxın, ümumiyyətlə insanın 22 ev nəyinə lazım? Vallahi. Bütün nəyinə lazım? Bax, Balakandan Quşara qədər. Azərbaycanda da yəqin bir 200 ev var. Naxçıvana qədər. Hər yerdə bu adamın onlarla villası. Onlarla bax, göy, ağ göl, bir ara bütün o gölləri zadı işğal eləmişdi. Sonra Göygöldə o oğluna villa tikmişdi. İndi oranı otel elədilər axı. Yox, indi İlhamı deyirsiniz, elə deyil. Mən İlham. Yox, o heç də o minlərlə evi var. Nə? Xaricdə. Minlərlə, heç nə. Zatılı bazar predmeti kimi daşınmaz əmlak o pulun bir hissəsini orada saxlayır. Daşınmaz əmlakla məsələn məşğul olan insanlar var da, həm də milyonerdir. Bu daşınmaz əmlakı alıb qapısını bağlayıb saxlamır. Onu arendaya verir və oradan gəlir. Bunun bütün əmlakın qapısı bağlıdır. Bütün əmlakların Yəqin də indi prezident İlham Əliyev özünə ev alıb kirayə verməz, yəqin ki.
Və qarpız əkə bilir, kirayə ev verə bilmir. Tuman satır, amma kirayə ev verir. Evi rast sayır da özü üçün. Kutsal mekan sayır. Mənim evimdir. Ayıbdır Amma kirayə. məncə bu söhbətdən sonra evləri kirayə verəcək. Yox, indi bax məsələn bu Cavanşirin ki, o Londonda 22 evi var. O qapısı qıfıllıdır. Yəni kira falan vermir. Hamısı. Gicdilər də. Çünki bu o Feyz evin deyil o şey, evlər. Feyz ev orada alətdir be. Əli Əsədov kimi alətdir. İlhama Feyz evin adı lazım. Feyz evin şirkəti var, Azərbaycanda vergi ödəyir. O ölkə xaricində pul çıxartanda problemlə üzləşməməlidir, məntiqi. Amma araşdırdılar, gördülər ki, bunun ölkədən çıxartdığı pulun həcmi Azərbaycanda qazandığı pulun həcminə uyğun deyil. Çox qəti. Hə, düz gəlmir. Düz gəlmir. Tutdular, basdılar, bir hissəsini əlindən aldılar. Və mənə elə gəlir ki, Feyziyev artıq o biznes və Milli Məclisin səhnəsindən bu yaxın bir neçə ildə gedəcək. Çünki bu dalbada iyiləndi. Artıq bu işlənmiş kartlardır. Bu artıq həmişə diqqətli olacaq. Və daimi diqqətli olan adamlar... Yəqin göndərərlər Özbəkistana, Qırğızstana səfir. Çünki o son zamanlar... göndərəcəklər, getməli oturaq. Yox, son zamanlar Turan məsələlərinə girişib. Çox zilli kitablar yazır. Biz çox dəhşətli şeylərə gəlib çatdıq, zamana gəlib çatdıq. Ağla sığmaz dərəcədə pis zamana gəlib çatdıq. Təsəvvürlə insan bir Türk Respublikasında Türk saydığı insanlara saxta dərman satır və dəfələrlə baha qiymətə satır. Sonra bu saxta və baha satdığı dərmanların pulunu bir Türk dövlətindən oğurlayıb, aparıb İngiltərədə yerləşdirir. Sonra da deyir ki, mən Türkçüyüm. Qalın-qalında kitablar yazır elə. Yazdırır təbii ki. Ya çox yaşadıq, ya biz, nə bilim, bədbəxtdir. Belə adamların özlərini Türkçüyəm deyən dövrə gəlib çatdıq. Başa düşsən? Bu, nə bilim, liberalam desən başa düşər. Nə desən başa düşərdir. Və qardaş, sən Türk xalqını minisən. Türk xalqını zəhərliysən. Türk xalqını soyursan. Türk xalqının sərvətini aparırsan, İngilisə yedirdirsən. Sonra da deyirsən ki, mən pan-türk istəyirəm. Nə tər pan-türk istəyirəm? Cavanşir türkdür özü. Sizin yeridir hər halda. Türk olmalı, Türk ola bilər. Bu, milli məsələ elədir ki, mən özümü İngilis sayıramsa, İngilisəm. Fransız sayıramsa, Fransız. İndi bu üzdə özü Türk hesabı. O əslində o İngilisdir. Da, vallahi da. Çünki qazandığını İngiltərəyə aparırsa, o İngilisdir. Bax, bir şey deyirsin. Avropada yaşayırıq da biz. Türklər qazandığı pulu hara aparır? Türkiyəyə. Bəli. Azərbaycandan, Moskvadan qazandığını hara aparır? O da Azərbaycanın aparır. Bu qazandığını hara aparır? İngiltərə. Deməli, Azərbaycan deyil, deməli, Türk deyil. İngilis. İngilisdir. Çünki buranın vətən sayırsansa, sən vətəndə qurulmalısan, sən vətəndə öz həyatı yaşamalısın. Üstəlik də mən Türkiyəm falanam deyirsənsə, sən bu Türk dövlətinin inkişafı üçün iştirak eləmək. Mən Türkçülüyəm belə ulamaqdan ibarət deyil. Türkçülük ideologiya. Türkçülüyün feili olmalıdır, əməli olmalıdır. Sən Türkçüyəm deyib oğra getsən, Türkçü deyilsən, sən bozqurt deyilsən, sən boz çaqqalsan. Oğruyub aparırsan. Türk, İngiliz, Fransız, hər bir xalqın nümayəndəsi xaricdə qazandığı pulu öz ölkəsinə aparamır. O Fransız ki, Afrikadan qazanıb gətirib Fransız. Alman deyil. O Fransız və Alman. Bu Feyziyev. Azərbaycandan qazanır. İngiltərəyə aparırsın. Qardaş, o İngilisdir. Ola bilsin İrlanda, ola bilsin Şotland, amma Türkdür 100%. 100% Türkdür. Təbii. Nəysə, Əfqan bəy təşəkkürlər. Təşəkkürlər çox maraqlı söhbət üçün. Dəyərli izləyicilər, lütfən yayını bəyənin və paylaşın və salamat qalın əlbəttə. Sağ olun bəy.